Tətil günləri bölgələrə və xarici ölkələrə üz tutanlarla yanaşı, paytaxtda istirahətini planlaşdıranlar da az deyil. Bakıda keçirilən ənənəvi bayram tədbirləri, yarmarkalar, master-klasslar, konsert və şou proqramlarla bərabər övladlarınızın mədəni istirahəti üçün teatrlara da üz tuta bilərsiniz. Çünki bu mədəniyyət ocaqları qeyri-iş günlərində də fəaliyyət göstərəcək. Akademik Milli Dram Teatrında yaz tətilinin ilk günlərində uşaqlar üçün yeni tamaşalar nümayiş olunacaq. Onlar üçün Bir qalanın sirri, Göyçək Fatma və Məlik Məmməd tamaşaları nümayiş olunacaq. Bu tamaşaların çox maraqlı quruluşları var. Mart ayının 27-sindən etibarən isə bizim böyüklər üçün tamaşalarımız nümayiş olunacaq. Mart ayının repertuarına daxildir və bu tamaşalar Lady Macbeth tamaşası, Cəhənnəm sakinləri tamaşası, İblis və tamaşası və nəhayət bu ayın sonuncu tamaşası mart ayının 30-da nümayiş olunacaq Qarabağnamə tamaşasıdır. Gənc tamaşaçılar teatrı da bu günlərdə repertuarını balaca tamaşaçılara uyğun hazırlayıb. Belə ki, Göyçək Fatma, Qızıl Balıq, Tık-Tık Xanım, Qaraca Qız kimi səhnə əsərləri ilə uşaqların görüşünə gələcək. Kukla teatrı da tətil günləri balaca tamaşaçılarını sevindirəcək. Teatrın repertuarında onların marağına səbəb olacaq müxtəlif tamaşalar yer alıb. Mart ayının 20-sindən etibarən mart ayının 30-una qədər bizdə repertuarda olan müxtəlif tamaşalar nümayiş olunacaq. Onlardan 7 nar çubuğu, daha sonra 3 donuz balası, lokomotiv vaqonlar, Nənəmin Aşqazanı, Məlik Məmməd tamaşası, bu tamaşalar nümayiş olunacaq və onu da qeyd edeyim ki, Nənəmin Aşqazanı bizdə repertuarda yeni yer alıb, yeni tamaşalarımızdandır. Bir sözlə, bütün teatrların qapıları bayram günlərində tamaşaçıların üzünə açıqdır. Bu günlərdə istirahətini maraqlı keçirmək istəyənlər yolunu kassalardan sala bilər. Aydan Əliyeva, Emin Tağıyev, Çinarə Vaqif, Telesəhər.